Salam dostlar, sabahınız xeyir olsun və biz hal-hazırda Pekindən ən son məlumatlar alacağıq. Bir daha xatırladıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə, daha doğrusu Çinə dövlət səfəri davam edir və əsas görüşlər də əlbəttə ki, paytaxt Pekində baş tutur və Azərtacın verdiyi məlumata görə hal-hazırda da bəli görüşü başlayıb cənab Prezidentin. Amma tam təfərrüatı ilə əziz dostlar, bizim Çinə ezam olmuş xüsusi müxbirimiz İbrahim Kəmiloğlu məlumat verəcək. İbrahim, gəlin izləyək. Ən son məlumatlar nədən ibarətdir və studiyamızda daha sonra iqtisadçı ekspert Fərhad Bərvizi olacaq. Niha, yəni salam, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd etdiyiniz kimi ötən gün dövlət başçılarının proqramları çox zəngin idi. Görüşlər, imzalanan sənədlər. Prezident İlham Əliyevin şərəfinə rəsmi qaravul düzülmüşdü. Yəni Prezident İlham Əliyev rəsmi qarşılanma mərasimi ilə qarşılandı. Daha sonra çox tərəfli görüş oldu, geniş tərkibdə görüş oldu və müxtəlif sənədlər imzalandı. Bu sənədlərdən ən vaciblərindən iki ölkə başçısının imzaladığı hər tərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə idi. Bu bəyannamə ilə ölkələr bir-birinin siyasətini dəstəkləyirdi, bir-birinin ərazi bütövlüyünü dəstəkləyirdi. Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, sülh yolunda addımladığı bütün addımları dəstəkləyir və lazım olan bütün dəstəyi verməyə hazırdır. İndiyə qədər bütün açıqlamalarında da əslində Çin dövləti bunu həmişə bildirib, deyib, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eləcə də Azərbaycan Çinin ərazi bütövlüyünü tanıyır, vahid Çin siyasətini tanıyır və Tayvanın istənilən halda, istənilən cür azadlıq, daha da müstəqilliyinə qarşıdır. Yəni Çinin vahid bir hissəsi kimi tanıyır bu ərazini. Bundan başqa müxtəlif sahələrdə mədəniyyət, təhsil, elm sahəsində əməkdaşlığın gücləndirilməsi, iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı müxtəlif, yəni burada bəndlər var. Yəni ümumi 18 bənddən ibarətdir bu imzalanan bəyannamə. Bundan başqa nazirlər və digər dövlət rəsmilər də öz aralarında müxtəlif sənədlər imzaladılar. Bunlardan iki ölkə vətəndaşlarının, yəni ümumvətəndaş pasportuna malik olan şəxslərin vizasız qarşılıqlı vizasız səfərləri ilə bağlı olan saziş idi ki, bu da imzalandı və ümumvətəndaş pasportuna malik olan şəxslərin vizasız ölkələrə, Çinlilərin Azərbaycana, Azərbaycanlıların Çinə gəlməsini nəzərdə tutur bu. Bundan başqa Naxçıvanla Çinin şəhərinin, Urumçi şəhərinin, Sincan Uyğur Muxtar bölgəsinin Urumçi şəhərinin qardaşlaşması ilə bağlı sənəd imzalandı. Humanitar mina təmizləmə sahəsinə əməkdaşlıqla bağlı və digər bir neçə sahədə əməkdaşlıqla bağlı sənədlər imzalandı. Bundan başqa daha sonra Prezident İlham Əliyev Çinin Dövlət Şurasının baş naziri ilə görüşdü və burada hər tərəfli əməkdaşlıq, strateji əməkdaşlıqdan danışıldı və bildirildi ki, Çinlə Azərbaycanın əməkdaşlığı çox yüksək səviyyədədir, münasibətlər yüksəkdir. Sadəcə onu demək yetər ki, son bir il ərzində bu əməkdaşlıq strateji əməkdaşlıqdan hər tərəfli əməkdaşlığa keçib və əmtəə dövriyyəsi 20% artıb. Son bir ildə ümumi bu ilin 3 ayında isə 40% artım müşahidə olunur. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır və Çindən idxal 17,69%, Çinə ixrac isə 7,9% təşkil edir. Bundan başqa daha sonra Prezident İlham Əliyev Ümumçin Xalq Yığıncağı Daimi Komitəsinin sədri ilə də görüşdü və o görüşdə də iki tərəfli münasibətlərdən, Azərbaycan-Çin münasibətlərindən və bu münasibətlərin inkişafından danışıldı. Ümumilikdə ötən gün bu cür yekunlaşdı, bu gün də müəyyən proqram nəzərdə tutulub. Hələlik bizdən bu qədər. CC-yə sağ olun. Yəni yeni bir məlumat oldusa da sizlərə çatdırmağa çalışacağıq. Çox təşəkkür edirik. Dostlar, İbrahim Kəmiloğlu Pekindən ən son məlumatları çatdırdı.